Yaşadığımız dövrdə internet resurslarına, sosial şəbəkələrə əlçatanlıq çox asandır. Bir telefon və internetin olması kifayət eləyir ki, dünyanın istənilən yerindən, istənilən hadisədən və ya məlumatdan xəbərdar olasan. Bəziləri nəyisə insanlara çatdırmaq, bəziləri isə nəyisə öyrənmək üçün internet dünyasına başvurur. Təəssüf ki, bəzən azyaşlılar və yeniyetmələr bu rəqəmsal dünyada təhlükənin içərisində olduqlarının fərqində olmurlar. Bilmirlər ki, vaxtlarının çoxunu sərf etdikləri sosial şəbəkələr və mobil oyunlar aqressiya yayır. Xüsusən virtual oyunlar zorakılığı adi davranış kimi təqdim eləyir. Bir çox oyunlarda silahı götürürsən, maşına minib düşürsən, kiməsə atəş açırsan və xal qazanırsan. Bu da uşaqların psixologiyasına normal hal kimi yeridilir. Elə götürək ötən həftə İdrak liseyində 10-cu sinif şagirdinin atasına məxsus ov silahını məktəbə gətirərək müəlliminə atəş açmasına. 1997-ci il təvəllüdlü riyaziyyat müəllimi Şəhla Kamilova aldığı güllə yarasından xəsarətlə qurtula bilsə də, o güllə təhsilə də, cəmiyyətə də dəydi. Mediada sızdırılan məlumata görə şagird bu hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət, silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub. İddialar arasında onun öz TikTok hesabındakı paylaşımlarında 2018-ci ildə Krımda Kerç kollecinə hücum eləyən 18 yaşlı tələbə ilə bağlı görüntülər yer alır. Bu fotodakı şəxs həmin yeniyetmə Vladislav Rasliakovdur. Onun kollecdə həyata keçirdiyi hücumda azı 19 nəfər ölüb, onlarla şəxs yaralanıb. O əvvəlcə həmyaşıdlarına atəş açıb, sonra isə özünü öldürüb. Təəssüflər olsun ki, belə hadisələr ilk deyil. Dünyanın bir çox ölkələrində baş verir. Hətta özünü oynadığı oyunların qəhrəmanı hesab eləyən, oyun dünyası ilə reallığı qarışdıran uşaqlar və yeniyetmələr var. Bütün bunların fonunda bir daha aydın olur ki, yeniyetmələrin sosial şəbəkə paylaşımları valideynlərin daimi nəzarətində olmalı, onlar övladlarının maraq dairələrini diqqətlə izləməlidir. Psixoloq Mirsadiq Muxtarovun fikrincə, faciələr təsadüfən baş vermir. Onlar uzun müddət yığılıb qalan laqeydliyin nəticəsidir. Yəni, uşaqların təhlükəsizliyi üçün təkcə məktəbdə nizam-intizam yetərli deyil. Ailələr də məsuliyyət daşıyır. Valideynin övladının dünyasını bilməməsi uşağı özünə qapandırır. Bu zaman uşaqlar emosional boşluğunu təhlükəli oyunlarla doldurmağa çalışır. Qadağa qoymaq ümumiyyətlə, xüsusilə bu yaş qruplarında, yəni tək başına çıxış yolu deyil. Əksinə, sərt qadağalar uşağın gizli istifadə etməyə və eyni zamanda valideyndən uzaqlaşmağa gətirib çıxara bilər. Yəni, uşaqlar belə deyim, gizli bir şəkildə telefon istifadəsini davam etdirə bilərlər, valideynlərinə bu barədə məlumat verməyə bilərlər, bölüşməyə bilərlər. Yəni, valideynlər ilk növbədə anlamalıdır ki, uşaq oyuna qaçırsa və yaxud oyundan istifadə etməyə meyillidirsə, deməli, real həyatda hər hansı bir çatışmayan bir şeylər var. Bu, diqqət, sevgi, dinlənilməmək, anlaşılmamaq, dəyərli düşünülməmək kimi müəyyən fikirlər ola bilər. Bəs uşaqlara necə nəzarət eləyək? Psixoloq deyir ki, yaşa uyğun müəyyən məhdudiyyətlər qoyulmalıdır. Məsələn, ekran vaxtı müəyyən olunmalıdır. Xüsusilə yeniyetmə yaş dövründə bu çox vacibdir. Belə deyim, psixologiyada sosial öyrənmə deyə bir anlayış var, Albert Bandura'nın, nümunə olmaqdır. Yəni, valideynin özü belə övladının qarşısında, mən bayaq qeyd etdiyim alternativ fəaliyyətlərə yox, telefonla vaxt keçirirsə, ekran vaxtı çox olursa, yəni öz telefonla özü həddindən artıq məşğul olursa, yəni uşaqdan da daha fərqli bir davranış gözləmək biraz absurd olar. Çünki valideynlər özü də öz davranışları ilə, öz övladlarına rol model ola bilərlər və eyni zamanda, belə deyim, bunu belə bir situasiyanın yaranmasına zəmin yarada bilərlər. Avropa İttifaqında uşaqların sosial şəbəkələrə çıxışı üçün yaş həddinin sərtləşdirilməsi istiqamətində ümumi mexanizm formalaşdırılır. Bir çox üzv ölkədə 13-16 yaşdan aşağı uşaqların platformalara yalnız valideyn icazəsi ilə daxil olması tələb olunur. Sosial şəbəkə şirkətlərinə uşaqlar üçün zərərli məzmunu avtomatik filtrasiya etmək, aqressiv və zoraki videoları, silah və cinayət mövzulu paylaşımları bloklamaq öhdəliyi qoyulub. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Azərbaycanda da bu cür nəzarət mexanizmlərinin tətbiq edilməsini zəruri hesab eləyir. Çünki uşaqların manipulyasiya qurbanı olmaması və azyaşlıların gələcəyinin qorunması üçün müəyyən addımlar atılmalıdır. Bunların qarşısını almaq üçün burada insan faktoru çox önəmlidir. Xüsusən də valideynlərin övladlarına yanaşması, müşahidəsi, övladlarının davranışlarının
müşahidə edərək onların psixologiyasının aşkarlanması, həmçinin oyun və ya rəqəmsal mühitdə övladlarının o mühitdə tənzimləmələri üçün müəyyən alətlərə ehtiyac var. Hal-hazırdakı rəqəmsal mühitin inkişafında çox əhəmiyyətli hesab edirik ki, Azərbaycanda da uşaqlar üçün müxtəlif sosial şəbəkə davranış qaydaları və məhdudiyyətləri olması məncə faydalı ola bilər. Azərbaycanda uşaqların fiziki, əqli və mənəvi inkişafına zərər vuran məlumatlardan qorunması, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunla tənzimlənir. Bu qanun uşaqların yaşına uyğun məlumat əldə etmək hüququnu təmin eləyir. Məlumat məhsullarının yaş təsnifatını və onların yayılması qaydalarını müəyyən eləyir. Qanunla müəyyən olunmuş qaydaların pozulması, informasiya məhsullarının yayılmasına məhdudiyyətlər və ya məsuliyyət gətirir. Bildirmək istərdik ki, qanunun icrasına nəzarət həm dövlət nəzarəti, həm də ictimai nəzarət formasında nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, dövlət qurumları ilə yanaşı, həmçinin qeyri-dövlət təşkilatları, böyükdən kiçiyə bütün vətəndaşlar, xüsusən də valideynlər, uşaqlarla birbaşa işləyən mütəxəssislər bu sahədə çox həssas yanaşmalıdırlar və uşaqların zərərli informasiyadan qorunması ilə bağlı təhdidlərlə qarşılaşdıqda aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər. Komitə rəsmisinin sözlərinə görə, bu istiqamətdə ekspert şurası fəaliyyət göstərir. Uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı hansısa qanun pozuntusu aşkar olunduqda protokollar tərtib olunur. Qanun pozulduğu halda 500 manatdan 4000 manata qədər cərimə nəzərdə tutulub. Cari ilin yanvar ayında Dövlət Komitəsinə vətəndaşlar tərəfindən Roblox oyun platformasında uşaqların zərərli informasiyadan qorunması ilə bağlı təhdidlərin mövcudluğu ilə bağlı müraciətlər daxil olmuşdur və bu müraciətlər ekspert şurasının iclasında araşdırılmış. Məsələ ilə bağlı Dövlət Komitəsi tərəfindən Roblox korporasiyasına rəsmi məktub ünvanlanmış və oyun qaydalarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimləməsi ilə bağlı tövsiyələr təqdim olunmuş və bildirmək istərdik ki, bu tövsiyələr nəzərə alınmadığı təqdirdə qanunvericiliyə uyğun tədbirlər görülməsi nəzərdə tutulmuşdur. Unutmaq olmaz ki, savadlı, sakit, ağıllı uşaq yetişdirmək onun bütün mənfilərini örtbasdır eləmir. Əxlaqi dəyərləri, ətraf mühitə sevgi, tərbiyə və mərhəmətlilik ailədə öyrədilir. Odur ki, hər evin aynası olan uşaqlara nə aşılasanız, onu da əks etdirəcək. Nigar Namiq, Əhməd Mahmudov, Real.